Sual 1. İsimler bölməsidir bu. Aras test bankının 6. isim testi. 1. test. Uncountable. Sayılmayan isimləri tapacaq. Demək, sayılmayan isimləri burada tapmaq üçün sayılanları bir-bir çıxsaq, demək, o variant qalacaq ki, sayılmayan olacaq. Demək, spoon sayılır, qaşıqdır. Idea sayılır. Sonra gəldik, way sayılır, job sayılır. Sonra gəldik, street sayılır D bəndində. Y bəndində cupboard, cardboard, choice sayılır. Bu sayılanları çıxdıq. Demək, hansı qaldı? C variantı. Birinci sualda C variantı. Wealth, var dövlət, shopping, alışveriş, sand, qum, care, qayğı. Demək, doğru cavab C variantı. Amma digər sözlərdə sizə özünüzün onları çıxardıb əzbərləməyi məsləhət görürəm. Çünki o birisi sözlərdə gələn testlərdə lazım olacaq. İkinci testə baxaq. Choose the uncountable nouns. Sayıla bilməyən isimləri tapacağıq. B. Arı getdi. Idea fikir getdi. Sonra cloud bulut sayılır. And sayılır. Qarışqa C variantı qaldı burada. İkinci testdə C variantı. Strength güc. Fame adsan. Fame sözünü xatırlayaq. Famous sözü fame'dən yaranır. Fame adsan. Famous məşhurdur. Fame adsan. Labor əmək. Demək, doğru cavab C variantı. İkinci testə gəldik, çıxır. Choose the correct noun. Doğru ismi seçək. During the sale, stores were full of. Demək, satış ərzində mağazalar nə ilə doluydu? Customers, müştərilərlə doluydu. Əlbəttə, xəstə ilə dolu olmaz. C variantda fireman, yanğın söndürənlə dolu olmaz. D variantda guest, qonaqlarla dolu olmaz. Nurse, həmşirələrlə dolu olmaz. Demək, doğru cavab A variantı. Customer, müştəri ilə doludur. Sale, ucuz satışdır. Ucuz satış ərzində mağazalar müştərilərlə doluydu. Dördüncü suala baxaq. Write a part of the expressions. İfadələrin tərəflərini qarşılaşdırırıq. Match, qarşılaşdırmaq deməkdir. Expressions, ifadələr. Pair of, bir cüt nə ola bilər? Bir cüt earrings ola bilər. Lump of nə olar? Lump of deyəndə ancaq lump of bir parça sugar ola bilər. Bar of chocolate ola bilər. Demək, 1 C, 2 A, 3 B. Doğru cavab D variantı. Altıncı testə baxırıq. Bu testlər mənə biraz oxşar gəldi. Elə bir 5-ci testləri oxşatdım. Amma doğru olmuş. 6-cı imiş. 6-cını eləməmişdi. İndi eləyirik bir yerdə. Choose the line of plural nouns. Bu Aras test bankının 6-cı testidir. İsim testlərindən. Choose the line of plural nouns. Cəm isimləri seçəcəyik. News təhdir getdi. Mathematics təhdir. Bütün elm və fən adları hamısı, idman adları hamısı sayılmır təhdidlər. Progress mücərrəd isimdir getdi. Qaldı. Helps deyə bir şey ola bilməz. Schweins da səhvdir. Schweins. Çünki Schwein bu cəmi təki oyun olan isimdir. Buna S əlavə eləmək olmaz. Və burada fu əvəzinə fu olması lazımdır. Roofs ki doğru cavab olsun. Demək, doğru cavab qaldı D variantı. Goods, mal-əmtəyə, people, insanlar, lies, bitlər, scissors, qayıtsə. Demək, doğru cavab D variantı. 6-cı testə baxın. Choose the line of nouns in the singular. Təkdə olan isimləri tapacaq. Məsələn, baxaq, cəmləri çıxaq birinci, çünki təklər qalsın əmizdə. Mice cəmdədir, Y variantında, planes cəmdədir. D variantında lights, işıqlar cəmdədir. Geese, qazlar cəmdədir. C variantında college cəmdədir. Kolleclər, D variantında police cəmdədir. Demək qaldı A variantında. A variantı doğru cavab oldu. Forest, meşə təkdədir. Mathematics, riyaziyyat, bütün elm və fən adları, idman adları hamısı sayılmır təkdədir. News, xəbər, müzərrət isimli təkdədir. Voice təkdədir, səs deməkdir. Doğru cavab A variantı. 7-ci testə baxırıq. Choose the line of singular nouns.
Təkdə olan isimləri tapacaq. Cəmləri çıxaq tez qalsın təkə. Cattle cəmdədir Y variantında. Jeans D variantında cəmdədir. Gentleman C variantındadır. Cəmdədir getdi. Okay. Expeditions cəmdədir. Goods cəmdədir. Stairs cəmdədir B variantında. O zaman qaldı A variantında. Anthem, hymn, milli marş. Hymn deyirik. Azərbaycan dilində wolf, canavar, athletics, atletika, economics, iqtisadiyyat. O cavab A variantı. Yetinci testləri keçək 8-ə. 8-ci testə baxırıq. Okay, choose the correct variant. Doğru cavabı tapacağıq. Okay, doğru cavabı tapacağıq. Are grazing. Are grazing isə otluyurlar demək. Otluyurlarsa baxacaq. Nə ola bilər? Cəmləri tapacaq. Yəni, are olduğunu önce cəmləri tapacaq. Fish otluya bilməz getdi. Okay. Two camel. 2-dən sonra 3-cü sıraya baxaq. Two camel. 2 dənə burada camels olması lazımdır. Çünki dəvələr olar. 2-dən sonra cəm gələr. Yəni burada S olsaydı doğru cavab olacaqdı. Amma S yoxdur, bu getdi. 3 ilə 2 səhvdir. O zaman qaldı 1, 4, 5. Doğru cavab A variantıdır. Baxaq. 1, 4, 5 qaldı. Amma nə deməkdir? The sheep, qoyunlar deməkdir. The cattle, sürü deməkdir. Yəni iri başlı heyvanlar sürüsünə deyirlər ya da dəstə. İşte their oxen də isə öküzlər deməkdir. Demək, hamısı cəm oldu. Cəm olduğuna görə də burada are tələb edilir. Grazing isə otlamaq deməkdir. Otluyurlar sahədə. Kim otlaya bilər? Qoyunlar sürü otlaya bilər. Bir də öküzlər otluyurlar. Choose the line of nouns. İsimlər sırasını tapacaq. İsimlər sırasını tapaq. Evet, A variantına bax. Farther. Far uzaq deməkdir. Farther isə daha uzaq deməkdir. A variantı ola bilməz. Okay. B variantına baxaq. Rather. Yetəri qədər çox deməkdir. Çox deməkdir. Rather sifətlərin önündə düzəlir. Məsələn, rather cold, çox soyuq. Rather fast, çox tez. B variantı da getdi. Clever. C variantına clever. O da getdi. Ağıllı deməkdir. D variantı hungry. Ac deməkdir. Bu da sifətdir. O zaman D də getdi, qaldı E variantı. Demək, doğru cavabımız E variantı. Composer, bəstəkar, summer, yay, master, usta, leather, məktub. Demək, doğru cavabımız E variantı. 19-cu testdə. 10-cu testə baxaq. Choose the line of nouns in the plural. Cəmdə olan isimləri tapacaq. Təkləri çıxsaq demək qalacaq, cəmdə olan isimlər qalacaq. Physics, fizikdə E variantına getdi. Burada D variantı city, burada Y hərfi qalmamalıdır. Belə olacaq. CTS, IE, yəni IES-ə çevriləcəkdir. O getdi. D variantı ona görə getdi. Glass getdi. Şüşə deməkdir ya da stəkan deməkdir. C variantı ona görə getdi. News getdi B variantı. Demək qaldı A variantı. Doğru cavab A variantı. Socks, çoraplar, babies, uşaqlar, monkeys, meymunlar, lies, bitlər, leaves, yarpaqlar. Demək, doğru cavabımız A variantında. 11-ci testə baxaq. Choose the line of countable nouns. Sayıla bilən isimlər sırasını tapacaq. Sayıla bilməyənlər çıxsa, sayıla bilənlər qalacaq. Furniture A bəndinə getdi. Ev əşyası deməkdir. C variantına soap getdi, sabun, kişil getdi, butter getdi, oil getdi, paper həm sayılır, həm sayılmır. Okay. Demək, qaldı harada? Advice getdi D variantında. Y variantında sand, floor, paint, silk getdi. Demək, qaldı doğru cavabımız A variantı yox, pardon. B variantı qaldı. Doğru cavabımız B variantı. Woman, qadın, scissors getdi. Game, oyun, play, oyun, scales. Təlifdə demək, 11-də də B variantı. 12-ci testə baxaq. Choose the line of singular noun. Okay. Təkdə olanları tapacaq. Cəmləri çıxaq. Ladies A bəndində getdi. Gentry getdi. B variantında good getdi C variantında.
Okay, college getdi, D variantına qaldı, E variantı. Phonetics, politics, count, pupil, cow. Və fonetika, politika, siyasət, bunlar fən ya da elm adlarıdırlar. Ona görə təklər S-ləri olmasına baxmayaraq. Okay, doğru cavab E variantı. Town, şəhər, people, şagird, cow, inək. Demək qaldı Y variantı doğru cavab. Digər sözlərin də tərcüməsini çıxartmağını unutmayın. 13-cü testə baxırıq. Choose the sentence with the nouns in the positive case. Positive case'də olan, yəni yəli halında olan isimləri tapacaq. Christina has been, burada fail də ola bilməz, bir getdir. Çünki yəli hal olanda bir isimdən sonra isim gəlməlidir ki, burada isim olsaydı yəli hal ola bilərdi. Amma burada isə faildir. 5 days trip, 5 günlük səyahət. 5 cəmdədir, cəmdə olduğuna görə 5-dən sonra cəm gələr, çünki cəm isim bildirir. Ona görə S apostrof cəmdir, doğrudur hər şey burada. Və 2 varımızdır. The boys reply, oğlanın cavabı bu da vardır. The father at his uncle's. Dayısı gildə, bu da doğrudur. At his uncle's. Və burada Chris noun, bu faildir. Now faildir, bilmək. Bu isə əvəzli olduğuna görə isimin yəli halı kategorisine girə bilməz. Demək 2, 3, 4 doğru cavab. Doğru cavab A variantı. 2, 3, 4. Bir dəqiqə baxaq. Tərcümələrine baxaq. 5 days, ikinci cümləyə baxaq. 5 days trip made them relax. 5 günlük səyahət onları dincəltdirdi. Və dincəlməyə vadar elədi. Made vadar eləmək. The boys reply in the doorway is very important for us. Qapının ağzındakı oğlanın cavabı bizim üçün çox əhəmiyyətlidir. Oğlanın cavabı burada yəli hakim götürmüşük. His father didn't mind his staying. Onun atası qarşı çıxmadı onun qalmağına. Dayısı gildə at his uncle's for a fortnight. 2 həftəlik. Fortnight 2 həftə deməkdir. 2 həftəliyinə dayısı gildə qalmağa qarşı çıxmadı. Demək doğru cavab 2, 3, 4 yəli hal oldu bunlar hamısı. Demək doğru cavab da A variantı. Və 14-cü sıraya baxaraq 14-cü sıraya baxaq. Choose the nouns. İsimləri seçək. Kingdom krallıq deməkdir. Doğrudur, krallıq. Alive canlı deməkdir. Conductor idarə edən, yoxlayan. Qatarlarda olur conduct yoxlayan. Ice booth. Competition yarış. Beautiful gözəl. Bu da getdi. Yəni gözəl necə? Gözəl isimdə sifətdir bu. 1, 3, 4, 5. 1, 3, 4, 5 haradaydı? D variantı doğru cavab. Doğru cavab D variantı. Choose the line of derivative nouns. Düzəltmə isimləri seçəcəyik. Düzəltmə isimləri seçəcəyik. Baxaq görək düzəltmənin hansıdır. Brother sadə isimdir. Burada heç bir düzəltməlik yoxdur bir şey. Brother getdi. B variantında arm, chair, mürəkkəb isimdir. Bu da getdi. Father C variantında sadə isimdir. O da getdi. D variantında isə mother. Bu da sadə isimdir getdi. Demək qaldı bizə nə? E variantı. Librarian, kitabxanacı, kitabxanacı sözündən gəlib. Library sözündən gəlib. Traveler, travel sözündən gəlib. Şəxsi. Leadership, leadership, liderliyi. Discover, discover kəşf etmək. Discovery isə kəşf. Doğru cavab E variantı. Librarian, traveler, leadership, discovery. Doğru cavab. Hamısı bunlar, hamısı düzəltmə isimləri. On altıya baxaq. Choose the line of compound nouns. Mürəkkəb isimlər sırasına seçəcəyik. E variantına baxaq. Anniversary, bir də Norman, bunlar anniversary düzəltmə isimdir. Norman mürəkkəb deyil, sadə isimdir. D variantına baxaq. Happiness, xoşbəxtlik. Mürəkkəb deyil. Sonra baxaq. German sözü sadə isimdir. C variantında
Kilogram sözü, kilogram mürəkkəbdir, pardon. Friendship sözü, dostluq. Bunlar mürəkkəb deyil, düzəltmədir. Friendship, dostluq. A variantı demək qaldı bizə. A variantı hamısı mürəkkəb isimlərdir. Baxaq. Pen friend, qələm dostu. Frenchman, fransız. Bathroom, hamam otağı. Seaport, dəniz limanı. Demək doğru cavab A variantı. 17-ciyə baxaq. Choose the line of nouns. Alike, bənzərcəkdir. Sing, mahnı oxumaq getdi. Faildir. Calm, D variantda calm. Calm, sakit deməkdir. Getdi. Illegal, qeyri-qanuni deməkdir. Bu da getdi. Low da getdi, aşağı deməkdir. Demək qaldı bizə nə variantı? C variantı. C variantı business competition law deyir. Ticarət, yarış, qanun, moral. Ya da morallar. Moral sözünün cəmi təki eyni idi. Və doğru cavabımız C variantı. 18-ci testə baxaq. Choose the line of derivative nouns. Düzəltmə isimlər sırasını seçəcəyik. Düzəltmə isimlər sırası baxırıq elə hamısından A variantı başladı. Work, worker, işləmək, iş işləmək, sail, sailor, yelkən, dənizçi, discovery, discovery, kəşf etmək sözündən cavab discovery, kəşf deməkdir. Friend, friendship, dostluq deməkdir. A variantında hamısı düzəltmə isimləri oldu. O birisi variantlarda qaydaları pozanlara baxaq, hansılar qaydalar pozub. Mother sadə isim idi. Sonra baxaq, dear sadə isim idi C variantında. D variantında father, answer, C-də danger. Sonra stepfather Y variantında. Və bunlar hamısı düzəltmə deyildilər. Stepfather mürəkkəbdir. Doğru cavabımız A variantı. Mürəkkəb isimlər sırasını tapacağıq. Choose the line of compound nouns. Mürəkkəb isimlər sırasını tapacağıq. Baxaq. Mürəkkəb isimlər. Seaport mürəkkəbdir. Dəniz limanı. Fireplace, ocaq yeri, yəni soba. Pen, knife, bu açılıb biçilən bıçaqlara deyirlər pen knife. Independence, müstəqillik, bu düzəltmə isimdir. Getdi. Norman B variantında sadə isimdir. Freedom düzəltmə isimdir. Anniversary mürəkkəb deyil. Demək qaldı E variantı. Bed, room, yataq otağı. Ice cream, dondurma. Tablecloth, stol örtüyü. Gentleman, gentleman ya da zərif kişi. Yəni gentleman, bizim də dildə deyirlər gentleman. Demək doğru cavab E variantı. 20-ci testə baxaraq, choose the correct variant. Okay, my sister is a actress. Məsələn, bu A variantını qoysaq, E artiklı sayıdla başlayan qabağında işlənə bilməz. Ona görə A variantı getdi. Çünki burada E yox, an işlənə bilərdi. An actress. B variantına bax, my son is a waiter. Ola bilər. B variantı. Mənim oğlum qarsondur deməkdir. Okay. My nephew is E aktör olmaz, an aktör olardı. C variantında. My grandfather is a queen. Grandfather babam deməkdir. Queen isə kraliçadır. Babam kraliça ola bilməz. Olsaydı kral olardı. Harda bizdə o bax. Okay. E variantı mesela my daughter is a prince. Prince də oğlandır. Yəni mənim qızım prince olmaz, princess olardı. E variantına getdi. Doğru cavab B variantı.